Əmək Məcəlləsinə edilən son dəyişikliyə əsasən minimum əmək haqqının artırılması ilə bağlı qərar artıq qüvvəyə minib. Artımın nə zaman baş verəcəyinə gəlincə, millət vəkili Vüqar Bayramov bildirib ki, dövlət başçısı 23 fevral 2026-cı il tarixində Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Bu o deməkdir ki, dəyişikliyin təsdiq edildiyi tarixdən keçən bir il müddətində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Minimum əmək haqqının artırılması yalnız aşağı maaş alan vətəndaşlarımızın deyil, eyni zamanda vahid tarif cədvəlinə uyğun olaraq dövlət qurumlarında çalışan və dövlət qurulucusu olmayan vətəndaşlarımızın da əmək haqqlarına təsir göstərəcək və hazırda bu məbləğlər birbaşa minimum əmək haqqına bağlı olduğuna görə minimum əmək haqqı artırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən həmin məbləğlərin artırılması ilə bağlı qərar verilir və bu anlama gəlir ki, minimum əmək haqqının artırılması həm də xüsusən də dövlət orqanlarında çalışan və dövlət qurulucusu olmayan və minimum əmək haqqıdan yüksək maaş alan vətəndaşlarımızın da əmək haqqlarına təsir göstərir və artımlarla müşahidə olunur. Millət vəkili bildirib ki, bütövlükdə minimum əmək haqqının artırılması 700 min vətəndaşın maaşlarının artmasına səbəb olacaq. Konkret olaraq təbii ki, minimum əmək haqqının artırılması artıq dövrlüyü qanun tərəfindən tənzimləndiyi üçün bu anlama gəlir ki, artıq hər il minimum əmək haqqının ən azı bir dəfə artırılması reallaşacaq və dəyişikliklər təsdiq olunduğu bir il ərzində minimum əmək haqqı artırıldıqdan sonra növbəti bir il ərzində də minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılması həyata keçiriləcək. Bununla təbii ki, biz minimum əmək haqqı məbləğində artımların mütəmadi olaraq həyata keçirilməsini müşahidə edəcəyik. Bu da təbii ki, vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Qeyd edək ki, vahid tarif cədvəlində əmək haqqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Ruzana Kərimli, Elbrus Kərimli, Xəzər xəbər.